Bilqeyis xanım, bir xanım tamaşaçımız, adın çəkilməsini istəməyən tamaşaçımız yazır ki, 24 yaşım var, amma həyatımı özüm yaşamıram. Valideynlərim hər şeyə qarışır. Hansı işi seçəcəyimə, kimlə görüşəcəyimə onlar qarışırlar, qərar verirlər. Yox deyə bilmirəm, amma içimdə də sıxılıram. Sanki iki həyat arasında qalmışam. Bu adətən yeniyetməlik dövründə baş verir, bilirsiniz. Bəli. Bu barədə tövsiyələrinizi, elə o xanımın simasında o yaşda olan yeniyetmələrə, gənclərə tövsiyələriniz. Bu gün deyim ki, sizə gənclərimiz iki yerə ayrılıblar. Bir, öz sözünü daha baskın şəkildə deyənlər və öz sözünü deyə bilməyənlər. Bizim gənc ailələrimiz başlayıblar övladlarına istiqamətləndirməyə ki, sən çox dəyərlisən, sən əzizsən, səndən dəyərli heç kim yoxdur, heç kim də ola bilməz, nə olur olsun öz sözünü de, öz sözün olmalıdır, sənin haqların, sənin hüquqların. Və bu da artıq 20 yaşlarında özünü göstərir başqa bir şəkildə, daha baskılı şəkildə. Mən önəmliyəm. Biraz da narsizmə doğru gedən, egolu, narsizmə doğru gedən gənclər şəklində göstərir. Bəzi ailələrimiz uşaqları susturur. Sən bilmirsən, sən uşaqsan, mən sənin üçün daha yaxşısını bilirəm, mən sənin üçün daha yaxşısını edə bilərəm kimi. Və bu da uşaqları nə edir? Susturur. Hüquqları əlindən alınmış, öz sözünü deyə bilməyən uşaqlar yetişməyə başlayır. Və həqiqətən özünü ifadə edə bilən, orta nöqtəni tuta bilən uşaqlarımız çox azdır. Müraciət edin. Valideynlər də azdır. Valideynlər. Çünki uşaq kimdir? Uşaq bizim güzgümüzdür. Bizim əksimizdir. Biz uşağa nəyi veririksə, onunla da gedir. Uşaq dünyaya gələndə o ağ bir vərəqdir. Biz o vərəqi hansı rənglərlə doldursaq, o bizə o cürdə qayıdacaq. Sonra deyirik ki, mən bunu başqa cür tərbiyələndirmişdim. Mən başqa fikirlər demişdim. Bu belə oldu. Amma uşaq nə gördü səndən? Hansı rəngləri gördü? Sən o uşağına, oğluna və yaxud da qızına fərqi yoxdur. Deyirsən ki, dəyərli ol. Amma evdə də əzirsən. Məsələn, Yaponların belə bir adətləri var. Uşaqların psixologiyasına təsiri. Uşağa seçim haqqı verməkdə. Biz onu başqa cür başa düşürük. Yaponlarda isə belədir. Əgər uşağa səhər duranda, məsələn, 5 dənə paltar seçirlər, qoyurlar. Bu 5-dən birini seçə bilərsən. Hansını ürəyin istəyir, seç. Baxın, uşaq həm valideynin istədiyini, həm də öz istədiyini eləyir. Və orada uşağa dəyər duyğusu gəlir ki, mən öz istədiyim paltarı seçdim. Amma valideyn bunu bilinçli şəkildə etdi. Biz nə edirik? Bugün bunu geyinəcəksən. Niyə? Artıq seçimini əlindən aldıq. Amma biz də o üsulu edə bilsək, gətirib 2-3 seçim qoya bilsək, yalnız geyimdə deyil, başqa bir şeylərdə də. Məsələn, bugün hansı oyun oynamaq istəyirsən də, təhsildə də, necə oxumaq istəyirsən. Məsələn, bugün valideynlər hamısı uşağımın dili inkişaf eləsin, xarici dili. Ona görə aparım mən bunu rus dilinə qoyum. Aparım ingilis dilinə qoyum. Musiqiyə, idmana həvəs olmadığı halda. Həvəsi olmadığı halda. Niyə? Müqayisəyə görə. O qədər ki, müqayisə edirlər. Məsələn, əmsinin uşağı getdi, piano çaldı. Bu niyə çalmasın ki? Qonşunun uşağı getdi, ingilis dilindən, IELTS-dən 8 bal aldı, 9 bal aldı. Sən niyə ala bilməyəsən ki? Axı, sən uşağının səviyyəsinə niyə baxmırsan? Sənin uşağın 8 bal ala bilər, yoxsa yox? Və yaxud da həvəsi var, ona ya yox. Ala bilər. Bəli. Hətta mənim illər öncə bir pasiyentim var idi. Ana o uşağın üstündə əsirdi. O hazırlığa, bu hazırlığa. Və mən orada kəşf elədim ki, uşaq idmanda o qədər gözəl özünü göstərə bilər ki. Ananı başa saldım ki, sən bugün övladını dil hazırlığına qoyun, universitetə hazırlaşdırın, bunların üzərində əsirsən, amma uşağın idmana daha çox meyillidir. Sən onu oraya yönləndir. Bugün o uşaq böyüyüb. Bugün o uşağın 15-16 yaşı olar və idmanda çox gözəl uğurlar əldə edib, medallar qazanıb. Hər bayramda o valideyn mənə təşəkkür edir. Bayramı təbrik edir ki, siz mənə o vaxt deməsəydiniz, bugün mənim uşağım həm ondan da olmuşdu, bundan da olmuşdu. Və yenə də o xanıma qayıtmaq istəyirəm ki, bu baskıdan yönələn bir şeydir. Bir də valideynlər uşaqlara nəsə edəndə adi bir qələm belə alanda bunu mən sənin üçün aldım, mən aldım sənə deyib uşağa o qədər baskı gəlirlər ki, sən almalısan da. Sənin övladındır, sən dünyaya gətirmisən, sən etməlisən.
Bunu sən uşağa baskılı şəkildə deməməlisən ki, mən sənə bunu elədim. Bu gün sənin borcun onu etməkdir. 18 yaşına kimi o uşağın ehtiyaclarını ödəməkdir. 18-dən sonra artıq bu uşaq universitetə mi qəbul olacaq, idmana mı gedəcək, hansı fəaliyyət növü ilə məşğul olacaq və ondan sonra uşaq səndən hansı dəyəri görübsə, onu sənə qaytaracaq, narahat olma. Sən o baskı ilə deyil. Və o xanıma da demək istəyirəm ki, artıq 24 yaş elə belə yaş deyil. Artıq həyatın bir hissəsidir, gəncliyin artıq pik zirvəsindədir, orta yaşa doğru gedən bir dövrdür. Bugün xanım özünün fərqinə varmalıdır. Bugün xanım öz dəyərlərini xatırlamalıdır. Mənim üçün nələr dəyərlidir, kimlər dəyərlidir, məni daha yaxşı nələr xoşbəxt edə bilər məni, nədən dəyər ala bilərəm, nədən sevinə Amma bunu bilərəm. valideyni incitmədən hansı formada həyata keçirir? Xanım birinci özünün fərqinə varmalıdır, öz fərqindəliyi yaranmalıdır və nələrin onu xoşbəxt etdiyini, hansı sahədə daha uğurlu ola biləcəyinin fərqinə varandan sonra artıq orada kiçik-kiçik addımlar atıb o uğuru əldə etməyə başlayanda inanın ki, valideyn də onu dəstəkləyəcək. Bu günlərim sənin yanında olmayanlar, sən divlərdəykən sənin yanında olmayanlar, sabahlarım sən o zirvəni dırmanmağa başlayanda sənin yanında olmağa can atacaqlar. Buna valideynlər də daxildir. Çünki valideyn səni görmürsə, sənin heç nə bacarmayacağını düşünür. Amma nə vaxt ki, bacardığını görür, onda artıq, bacarırmış. Valideyn bəlkə orada başlayacaq artıq özündəki səhvləri tapmağa ki, mən neynədim ki, o bacara bilmirdi. Bəs necə oldu, bacardı? Və bu, biraz normal düşüncəli valideynlərə aiddir. Təəssüflər olsun ki, dövrümüzdə yəni daha eqoları çox olan valideynlərimiz çoxdur. Narsistik valideynlərimiz çoxdur və bu da narsizmin alt səviyyəsi olan borderline-a gətirib çıxardır. Uşaqlarda, baxın, xanımda artıq biraz da alt borderline var. Bu nə deməkdir? Özünü daha əzik hiss etmək, yazıqlatmaq, bununla ətrafdan diqqət çəkmək, sevgi axtarmaq. Gəlin, əziz valideynlərimiz, övladlarımıza lazım olan dəyəri, sevgini vaxtında və normal şəkildə verək ki, sabah ətrafdan sevgi axtarmasınlar. Ən kiçik sevgi sözünə aldanıb getməsinlər. Təşəkkür edirəm.